Salam əziz dostlar, şəxsi əşyalar verilişi efirdədir. Bugün mənim qonağım, həmkarım olacaq, tanınmış televiziyaçıdır, jurnalist, naşir Rəhilə Sultan qızı. Xoş gördük Rəhilə xanım. Xoş gördük Vasiyev. Çox xoşbəxtəm ki, bugün sənin qonağınam. Çünki sənin verilişlərinə baxıram və məni həmkar kimi dəyərləndirdiyin üçün təşəkkür edirəm. Buyurun, xoşdur. Mən də xoşbəxtəm ki, belə bir dəyərli xanım bizim verilişin qonağıdır və təbii ki, televiziyaçıların söhbətləri çox ola bilər. Biz həmkarıq deyə bizim o qədər danışacaq mövzularımız vardır. Ona görə mən istəyirəm dərhal mətləbə keçib ilk ənənəvi sualımı verirəm, bunu bütün qonaqlara verirəm. Sizin ilk şəxsi əşyanız nə olub? Əslində müxtəlif dövrlərdə müxtəlif əşyalar olubdur, amma mənim üçün dəyərli, yəni belə deyək də böyük bir dəyəri olan, xatirəsi olan mənim bir kitabım var. 50 ildir bu məndədir. 50 il? Bəli, 50 ildir bu məndədir. Əgər yadınızdadırsa, yadınızda olmaz sizin, çünki o vaxt indiki kimi kulinariya kitabları yox idi. Bəli. Və biz nənələrimizdən, nə bilim, xalalarımızdan, tanışlarımızdan reseptlər yazardıq. Və mən 3-cü, 4-cü sinifdən oxuyandan, bəli, o reseptləri yazırdım, hətta onları bişirirdim də. Ona görə bu kitab mənim üçün çox dəyərlidir və bəli, şəxsi əşyam kimi qoruyub saxlayıram. Görünür, sonraki taleyim də bəlkə o kitablarla bağlı olduğu üçün düşündüm ki, ilk belə deyək də, şəxsi əşyamı. Bəlkə də bu sizin üçün gələcək bir mesaj idi həm də. Bəli, bəlkə də. Subliminal mesaj. Bəli, bunu mən saxlayıram indiyə qədər. Düşünürəm ki, burada da çox qiymətli reseptlər var. Burada elə 26-cı səviyyədə keksin resepti var. Orada deməli, bundan istifadə edib bişirmişsiniz də yəqin ki. Vasif, mən bir söz deyim sizə. Azərbaycanda ilk dəfə kulinariya, belə deyək də, verilişi hazırlayan Azərbaycan Dövlət Televiziyası olub. Və onun ilk, belə deyək də, qonağı mən olmuşam. Çox adamlar məndən resept soruşurdular. Məsəl üçün deyirdilər ki, Rəhilə xanım, sizdə çox şeylər var, filan öyrədirdim, yazırdım, göndərirdim. Və ona görə də məni ilk dəfə birinci verilişə kulinar kimi çağırmışdılar. Xaçapuri, Napolyon. Bəli, orada çox maraqlı reseptlər var. Hətta nənəmdən eşitdiyim, bildiyim reseptlər. Yəni bu işə yarayır da. İndi də yarayır. İndi də yarayır. Nə gözəl. Deməli, siz bunu o dövrdən qoruyub saxlaya bilmişsiniz və oradakı reseptlərdən indiyə kimi istifadə eləmişsiniz, pişirmişsiniz. Bəli. Müxtəlif tortlar. Artıq əzbər bilirəm onları. Kimsə desə ki, onu mənə bağışlayın, verərsiniz? Yox, yəqin ki, yox. Hətta qızım istəyib verməmişəm. Mənə gəlir ki, orada bir illərin qoxusu da var, o illərin. O bir ayrı bir xatirədir. Hər yazı, hər xətt ayrı bir xatirədir. Bir də uşaqlığın Qubadlıda keçməsi məsələsi də var. Uşaqlığım, əslində mən əslən Qubadlılıyam. Uşaqlığım deyəndə ki, orta məktəbi Sumqayıtda bitirmişəm, amma hər tətildə mən Qubadlıya gedirdim. Və artıq 5-ci sinifdə oxuyurdum, bilirdim ki, mən jurnalist olacağam. Yəni qəti qərara gəlmişdim ki, mən jurnalist olacağam, yazırdım, pozurdum və Sumqayıtda Gənc Müxbirlər Dərnəyi var idi. Onun Ələsgər müəllimi idi. Xatırlayıram, Ələsgər müəllim böyük bir belə deyək də, bir 30-40 nəfər gənc yazarlar, yəni jurnalist sahəsinə marağı olan uşaqlar gəlirdi və biz yazı yazırdıq. Və həmin jurnalistlər dərnəyinə biz məşhur aktyorlar çağırırdı, yəni Ələsgər müəllim. Məsələn, kimlər gəlirdi? Fazil Salayev, Rasim Balayev, sonra Məlik Dadaşov, Nərman Həsənzadə və biz o görüş zamanı hər bir görüşü bizə tapşırırdı ki, mövzu yazılsın. Yəni ki, bu görüş barədə yazı yazın. Və kimin yazılar müsabiqə yolu ilə qalib gələn yazılar Sosial Sumqayıtı qəzeti var idi. Orada çap olunurdu və mənim əksər yazılarım Sosial Sumqayıtı qəzetində dərc olunurdu. Bu aktyorların özü ilə danışmaq? Mən əlbəttə özü ilə təmasda olurdum. Hətta mənim bir albomum var. Bax, onu da gətirmişəm. Bax, burada görürsünüz. Şəkillər də var. Bəli, şəkillər də var.
Görürsüz burada görüşlər. Həmin görüşlərdən şəkil var. Bəli, həmin görüşlərdir. Bax Rasim Balayevlə də şəkil var. Fazil Salayevlə də görüş var. Öyle Fazil Salayevlə bəli. Bax Rasim Balayev. Rasim Balayevin yazısı da var. Baxın. Bunu bəlkə birinci bunu göstərim. Bəli. Hətta yazısı da var. Ayda Rasim Balayevin. Biz bu günlərdə Rasim müəllim itirdik. Ruhu şad olsun. Allah rəhmət eləsin, böyük sənətkar idi. Bəli. Böyük sənətkar idi. Hətta bu tərəfdə də deməli Rasim Balayevin şəkli burdadır və bu neçənci illə təsadüf eləyir? Hər halda 70-lərdir. Bəli. Və bu tərəfdə də Valeh Kərimovun şəklini. Bəli, Valeh Kərimov. Necə canlandı Valeh müəllim? Moşa obrazından tanıdığımız Valeh Kərimov. Bax görürsüz yazılar da yazırdı. Baxmayaraq ki, hətta qəzetdə çıxan materiallar da yapışdırırdım. Bax burada Fazil Salayev, baxın. Çox dəyərli sənətkar idi. Baxın Fazil Salayev. Həmin dərnəkdə. Siz burada hansısınız? Bax, bu. O qədər məzəli, o qədər gözəl lətifələr söylüyordu. Orada yəni onun yanı gülməyib dayanmamaq mümkün deyil. Fazil Salayevin qoluna gələn sizsiniz. Bəli, mənəm. Bəli. Orada da nəsə gülməli bir söz idi. Həmişəki kimi lətifə söylədi və hamımız da gülüşdü orada. Görsə Ələsgər müəllim də orada yaxşı ürəkdən gülübdü. Fazil Salayev kimi həqiqətən çox dahi sənətkar və onu canlı görmək, onunla ünsiyyətdə olmaq bu özü də maraqlı bir hadisədir. Və burada Ələsgər müəllim bizim dərnəyin rəhbəri idi. Hə, budur, düzdür? Bəli. Ələsgər müəllim bizim dərnəyin rəhbəri idi. Sonradan elə oldu ki, elə taleyimi televiziya ilə bağladım. Mən Bakı Dövlətin Jurnalistika Fakültəsini qurtarmışam. Rəhlə xanım, ona gəlmədən öncə bir maraqlı bir fakt keçən dəfə dediniz ki, rayonda işlədiyiniz yerdə orada bir Cəlal Bəygüşatla demək, mən Bakı Dövlətin Jurnalistika Fakültəsinə belə deyək də imtahan vermişdim. Mən konkursa düşdüm. Və fikirləşdim ki, bu qiymətlərlə mən keçməli idim. Niyə konkursa düşdüm? Məlum oldu ki, o vaxt kolxozdan gələn fəhlələrə daha çox üstünlük verirdilər. Baxmayaraq ki, ki sənin balın yüksəkdir, amma kolxozdan gələn fəhlə uşaqlara, gənclərə daha böyük üstünlük verirdilər. Ona görə mən konkursa düşdüm. Və belə qərarı aldım ki, əgər bir halda ki, kolxozdan gələn gənclərə üstünlük verirlər, mən kolxoza işləməyə gedim. Bəli. Və valideynlərim bunu eşidəndə əvvəl etiraz elədilər. Şəhər uşağı birdən-birə kolxoza getmək və mən Qubadlıya gəldim. Amma üzr istəyirəm, kolxozu seçdiniz ki, oradan gəlim. Bəli, oradan gəlim. Görün də taley məni taleyə bax ki, mən orada Cəlal Bəygüşatı görməli idim. Cəlal Bəygüşat məni televiziyaya dəvət eləməli idi. Və getdim kolxozda işlədim. O vaxt daim partiya komitəsinin sədri idi və gətirdi məni kolxoz sədri. Kolxoz sədri indiyə qədər yadımdadır. Buludxan idi. Buludxan əmin yanına. Buludxan əmin dedi ki, daimin adı Səfərdir. Səfər, sən nə eləmək istəyirsən? Bu şəhər uşağı bu nə eləyəcək? Dedi, elə belə, bəlkə adın yazaq belə. Dedim, yox daim, mən işləmək istəyirəm. Mən kolxozda işləmək istəyirəm. Dedi, Buludxan əmin, mənə yer verin, sahə verin. Mən gəlmişəmsə, işləməliyəm. Mənə yer verdilər, sahə verdilər. Orada nə işləyirsiniz ki? Mən orada tütün əkirdim. Tütün əkirdim, üzüm əkirdim, sahəm var idi. 1 hektar mənə sahə vermişlər. Həmişə briqadirimiz vardı. Deyirdi ki, baxın gözünüzə su verin. Şəhərdən gələn uşağın sahəsinə bax, sizin sahənizə baxın. Tütün əkmək çətin məsələdir. Çətin məsələdir, əlbəttə, çox çətin. Siz onu ilk dəfə orada tətbiq edirsiniz? Bəli, öyrənirdim. Hər şeyi araşdırırdım, öyrənirdim. Tütün taxırdım, tütün qurudurdum. Beləliklə və işləyə də mən kolxozda işləyən fəhlələrdən yazı yazırdım. İlk yazım da Qaratelin ağ telləri. Qaratel də mənim bibim olubdu və o çox yaxşı, belə deyək də, kolxozçu idi, əməkdar kolxozçu idi. Ona görə ondan yazı yazdım və o yazı Qubadlıda Avangard qəzeti var idi. O vaxt Sona Həşimova idi onun baş redaktoru və o qəzetdə çıxdı. Cəlal Bəygüşat da rayona gələr, o kənd təsərrüfatı redaksiyasının baş redaktoru idi və Avangard qəzetini vərəqləyəndə o yazını görər və deyər ki, Rəhilə Musayeva, o vaxt Musayeva idi familiyam, hardadır bu qız nəçidir? Deyir ki, bu kolxozda işləyir, belə jurnalist kimi əməkdaşlıq edir bizdə. Dedi, bu qızı tapın mənə. Bəlkə o da hiss edib ki, bu kolxozçu yazısı deyil. Bilmirəm, indi orada nə ruh tutmuşdusa, məni çağırtdırdı. Səhərçi ümiddirlər ki, səni rayon mərkəzinə çağırırlar. Daim də biraz dedi ki, sən neynəmsən yenə? Biraz belə deyək də, haqqı tələb eləyən bir gənc idim. Dedi, görən yenə neynəmsən səni çağırırlar? Dedim, mən bilən heç nə eləməmişəm.
Nəysə gəldim Cəlal bəy Şuşadan tanış oldum. Dedi qızı deyirdi. Qızı, sənin bir yazını oxudum. Çox bəyəndim. Sən televiziyada işləmək istəyərsən? Dedim Cəlal mən oxumuram. Mən Bakı Dövlətdə jurnalistika fakültəsinə hazırlaşıram. Dedi girən kimi universitetə daxil olan kimi mütləq məni axtar ara. Və telefon nömrəsini verdim. Və sonra qəbul olundum. Səhərsi günü zəng elədim. O da xatirində dedi sən Avangard qəzetindəki qızsan. Dedim bə. Dedi gəl yanıma. Gəldim səhərsi günü televiziyaya. Məni qarşıladı. İndi elə ziyalı adamlar, elə ürəkli adamlar çox azdır. Belə sözünə bütöv adamlar çox azdır. Hər adam o yaxşılığı da eləyə bilməz. Təmənnasız yəni təmənnasız bir yaşam. Deyirəm taleyin işinə baxıb, bir dənə o nömrə itsəydi və yaxud da ki, zəng vurmasaydınız, demək siz o sahədə işləməzdiniz. O nömrəni mən necə belə sevə-sevə belə gizlətmişdim. Siz bilirsiniz ki, o sizi dəvət edə bilər harasa işlə bağlı. Ehtimal edirdiniz. Ehtimal edirdim, amma güvənmirdim, inanmırdım ki, mən nə bilim rayonda işləyən yadında qalarammı, qalmarammı. Amma o saat dedik, Avangard qəzetindəki qızsan, dedim bəli Rəhlə. Dedi gəl yanıma. Çağırdı, dəvət elədi, apardı, redaksiya tanış elədi. Dedi siz bunun qələmini, yazılarını oxusaz, görərsiniz bu necə qələmli qızı. Bundan yaxşı jurnalist çıxacaq. O dövrdə orada işləyənlərdən tanıdığınız adamlar var idi. Onun təqdim edəndə kim belə yadınıza qaldı? Kətr təsərrüfatı redaksiyası idi. Açığım deyim ki, o vaxt Əmirçəyin Məcidov var idi. O gəldi. İmam Məcidovun atası. Bəli. O gəldi dedi ki, sən bu qızı ver bizə. Sən bu qızı dedi, yox, bu qızı özüm gətirmişəm, bizim redaksiyada işləyəcək. Ruhu şad olsun. Ruhu şad olsun, hə. O da yaxşı bir... Həm özü, həm oğlu İmam Məcidov. Yaxşı sənətkar. Çox yaxşı televiziya. Yaxşı olublar, həqiqətən. Televiziyanı da gözəl bilirdi. Sonra onun Ozan verilişi var idi. Ozan verilişində mənə yazılar yazdırırdı. Ssenarilər yazdırırdı. Yenə ona əməkdaşlıq davam edirdi. Bəli, əməkdaşlıq eləyirdim. Elə oldu ki, mən işi düzəltdi Cəlal bəy Şuşat. O dəqiqə mən redaksiyaya işləyə bilmədim, amma redaksiyada işləyə, orada o vaxt Azərbaycan Televiziya Mərkəzi ilə Azərbaycan Radio şirkəti ayrı idi da. Yəni mən texniki şöbədə makinaçı işində düzəldim. 2-3 il işləyəndən sonra ümumi şöbənin rəisi oldum. Ümumi şöbənin rəisindən sonra televiziya məni dəvət edilər. O vaxt ümumi şöbənin rəisi televiziya üzrə, artıq komitə üzrə 5 sədrlə işləmişəm. 5 sədrdə dəyişmişəm. Ümumilikdə 27 ildir. 24 ilə yaxın. 24 ilə yaxın işlədim, bəli. Sonra artıq axırıncı sədr Nizam Xudiyev, əvvəl Elşad müəllimlə işləmişdim. Allah ona rəhmət eləsin. Elşad Quliyev çox dəyərli televiziyaçı idi, dəyərli insan idi və televiziyanı çox gözəl bilirdi. Ondan sonra Məmməd Murad gəlmişdi, Qeysər Xəlilov gəlmişdi, Babək Hüseynoğlu, Məmməd İsmail, Məmməd Murad gəlmişdi. Axırıncı oldu Nizam Xudiyev. Nə deyim, Elşad müəllim bilirdi ki, mən yaxşı yazılarım var. Düzdür, redaksiyada belə idarə rəisi olduğum üçün redaksiyada da mənə imkan yaradırdılar. Müəyyən verilişlər hazırlamaq üçün. Qulu Məhrəmin səhər verilişi var idi. Orada salamlayıram. Mən də salamlayıram. O vaxt onun səhər verilişində hər cümə axşamı dünyasını dəyişən sənətkarlar haqqında sujet hazırlayırdım. Çox da bəyənirdi. Həmişə kollegiya da məni tərifləyirdi. Deyirdi ki, çox dəyərli sujetlər hazırlayır. Və sonra günlərin bir günü Nizam Xudiyevə dedim ki, mənə zəhmət olmasa keçirin redaksiya. Dedi, öz xoşunla istəyirsən? Dedim, bəli, özüm istəyirəm. Və təhsil tədris redaksiyası, maarifçi redaksiyası. Bunu özünüz istədiniz? Özüm istədim, bəli, özüm planlarınız istədim. Var, deyə özüm istədim, çünki bilirsiniz nətərdir, vaxtımı alırdı bu idarə işi, mənim vaxtımı alırdı. Düzdür, verilişlər hazırlayırdım, radionun sənət adamları ilə görüş, şəbəkə, bulaq, verilişlərinə yazılarım gedirdi. Amma tam həsr edə bilmirdim özüm. Ona görə də gəldim tədris və təhsil redaksiyasına, baş redaktorun müavini. Bəs bulaq verilişi dediniz, Səməndər Rzayev. Səməndər Rzayev. Onlar canlı görmüsünüz? Əlbəttə, Məlikə Sadıqova, Səməndər Rzayev, bəli. Onların bulaq kimi o Səməndər Rzayev səsi həqiqətən. Çox gözəl, çox. Sizin yazdığınız hər hansı bir yazını
Bəli, bəli. Səməndər Rzayev Novruzla bağlı yadımdadır. Səməndər Rzayev Novruzla bağlı adət-ənənələrlə bağlı o qapı pusmaq, papaq atmaq bir sujet hazırlamışdım. Səməndər Rzayev onu özünə məxsus oxudu. Məlik Sadıqov özünə məxsus oxudu. Və sonra sənət adamları ilə görüş verilişində mən çox sənətkarlarla görüşmüşəm. Məlik Dadaşov, Həsən ağa Turabov, Bara Çekinskaya, Bədru Əfqanlı. Biz televiziya mövzusuna birazdan keçid edəcəyik, amma istəyirəm şəxsi əşyalardan hələ yayınmayaq. Çünki burada masa üzərində Rəhlə xanım o qədər əşyalar, daha doğrusu kitablar. Çünki bilirsiniz ki, onun bir fəaliyyəti də naşirlikdir və burada da kitablar vardır. Mən istəyirəm birinci ilk işlərinizə toxunmaq. İlk kitabınız bu nə ilə bağlı olub? Burada varmı o kitab? Əslində ilk kitabım mənim Ətayə Əliyevaya həsr elədiyim bu kitabdır. Amma birinci nəşr. Birinci nəşr. Televiziyada işləyəndə Ramiz məni yaxşı tanıyırdı, qələmimə də bələd idi və axırıncı müsahibəni mən Ətayə Əliyevadan almışam. Çox ağır xəstə idi. Ramiz müəllimə xahiş elədim ki, Ramiz müəllim, bəlkə bir şans yaradasınız ki, mən ondan sənət adamları ilə görüş verilişini hazırlayım. Dedi, yox, heç kimi qəbul eləmir. Dedim, bir siz deyin. Bəlkə məni qəbul elədi. Səhərsi gün gəldi, dedi ki, Rəhlə çox maraqlıdır ki, görünür, yenə deyirəm də, həyatda heç nə təsadüf olmur. Və o dəqiqə də razılaşmışdı və dedi ki, istəyirəm görüşmək. Siz inanırsınız, son müsahibəni mən aldım. Məndən sonra onun dili tutulmuşdu. Və qismət. Mən ondan böyük bir veriliş elədim. Sənət adamları ilə görüş, radio veriliş elədim. Sonra çox sonralar rəhmətə gedəndən sonra 40-ı çıxmışdı artıq. Ramiz müəllim mənə göy bir dəftər gətirdi, köhnə əl yazma. Dedi, Rəhlə, bunu verirəm sənə. Bax gör, anamın son yazıları buradadır. Bəlkə bundan nəsə alındı. Qeydlər var idi. Qeydlər vardı. Və mən də açdım, baxdım, nə qeyd? Burada bir ömrün tarixi var idi. O çox kömək oldu. Çox kömək oldu. Təbii ki, mən İncəsənət Muzeyi ilə, arxivi ilə, İncəsənət Muzeyi arxivi ilə də o vaxt Maarif müəllim, Allah ona da rəhmət eləsin, mənə şərait yaratdı və mən 6 ay bu kitabın araya ərsəyə gəlməsi üçün 6 ay orada işlədim. Mən bu günlərdə Ramiz Həsənoğlu'nun evində oldum və evdə hər iki kitab var idi Ətayə xanımla bağlı və həqiqətən də bu bir tarixi məqamdır ki, belə bir görkəmli aktrisa sizlə son müsahibəsini bölüşüb və bu kitabın təqdimatı da ötən il çox yaxşı keçirdik biz bunu Filmfondda və orada çox gözəl çıxışlar oldu. Baxmayaraq ki, burada müsahibə verən sənətkarların bir çoxu artıq, böyük əksəriyyəti artıq həyatda yoxdur da. Yoxdur, bəli. Amma Şəfiqə xanım çox gözəl, Məmmədova çox gözəl çıxış elədi burada və siz də orada çıxış eləmişdiniz. Həqiqətən də bu bir tarixdir. Nə yaxşı siz bu işi görmüsünüz. Bax, orada mən bu kitabın yazılması ilə bağlı dedim də çox Gülhar Həsənova ilə, Fərəngiz Şərifova, Bara Çekinskaya, Həsən Turabov, Məlik Dadaşov, Fuad Poladov, yəni Amalə Pənahova. Bu dahilərlə mən evlərində olmuşam, çaylarını içmişəm, müsahibə almışam və bu kitabın yazılmasında sonrakı taleyimdə mən 2 film işləmişəm. Gülxar Həsənovun oğlu Hamlet Qurbanov və Bədru Əfqanlı. Bədru Əfqanlı haqqında bir ara sizlə oturub çay içəndə bir söhbət elədik və onun necə çətin bir həyat tərzi sürdüyünü dediniz. Çox çətin. Onun demək Bədru Əfqanlı ilə bu kitabla bağlı müsahibə alanda artıq onun belə deyək, yaşayış şəraitini gördüm. Çox təəssüfləndim. Xalq rəssamı idi və çoxlu mükafatları var idi. Onun bir oğlu var idi, xəstə idi. Yəni baxanı yox idi, xəstə idi. O da xəstəxanada yatırdı. Və düşündüm ki, onun yaradıcılığı ilə tanış olandan sonra məlum oldu ki, bizim çox dahi belə deyək də yadda qalan filmlərimizin elə Dəli Gülün rəssamı olubdu. Bir sıra Qaçaq Nəbidir, bir sıra filmlərim ola bilər unudaram. Filmlərin rəssamı olub ki, həm də ki Azərbaycan Dövlət Rəqs Ansamblının bütün geyim eskizlərini Bədru Əfqanlı işləyib. Hətta bizim orkestrimiz var, hansı ki dövlətlər rəhbərləri gələndə o orkestrin geyimlərini belə Bədru Əfqanlı işləmişdi. Maraqlıdır. Bəli, o işləmişdi. Yəni o ikinci bir sənəti kimidir. Bəli. Və ondan düşündüm ki, bundan gözəl bir film alınar və mən 6 ay o filmin
işlədim. 6 ay onun evində oldum. Çünki yaşlı idi, həm də xəstə idi deyən 6 ay ərzində o film çəkildi və onun yaşayış şəraitini gördüm. Çox da təəssüfləndim. Çox təsirlənən məsələdir. Çünki onun efirdə də çox demək olmur. Deyirlər ki, bir aktyor niyə elə bir şəraitdə yaşayıb? Siz ki, dediniz o evin o vəziyyəti, nə bilim. Sonra mən Şəfqə Məmmədovadan xahiş elədim. Şəfqə xanım Bədrəfqanlı belə bir şəraitdə yaşayır, bəlkə kömək eləyək. O onun evini təmir eləmişdi, yəni bir otağını təmir eləmişdi. Şəfqə xanıma mən can sağlığı arzulayıram. Həqiqətən çox diqqətli bir xanımdır. Belə məsələlərdə o nəinki indi bu aktrisa haqqında, o başqa aktyorların da ev almasında, təqaüd almasında və müxtəlif adlar almağında çox böyük rol olub həqiqətən. Sonra Hamlet Qurbanov haqqında da mən film elədim. Onda da Gülxar xanımla xeyli söhbətimiz oldu. Ümumiyyətlə oğlu haqqında, ailəsi haqqında bir uğursuz taleyi olmuşdu Hamlet Qurbanovun. Hamlet Qurbanov çəkəndə xəstə idi artıq yoxsa? Bəli, xəstə idi. Daha doğrusu, artıq yox, rəhmətə getmişdi. Mən istəyirəm biraz deməli yenə kitablara qayıdaq. Deməli Leyla xanım, çünki sizin əsas əşyalarınız bu kitablardır. Bəli. Deməli ilk kitabınız Ətayə Əliyeva haqqında birinci nəşr olunub. Bu isə keçən ilki nəşrdir. Ondan sonra nə işlədiniz? Ondan sonra mən əslində qardaşıma, mənim bir şəhid qardaşım var. Bəli, Allah rəhmət eləsin. Vidadi Sultanoğlu. Onun xatirəsinə Rəngli Dərdlər kitabı. Bəli. Düzdür, mən şeir yazan deyiləm, amma hərdən. Burada mən bu kitabı oxudum, bu müəyyən hisslərlə yazılıb. O yəni ola bilər şeir formatında olmaya bilər, amma hisslər maraqlıdır və orada bir deməli cümlə məni çox tutdu. Yəni o şeir çox mənə gəlir ki, ən yaxşı o idi bu kitabda. Siz kəndi təsvir edirsiniz. Bəli. Ağaclar, bahar gəlir, çiçək açır, detallara toxunmusunuz və sonra deyirsiniz ki, mən birdən kəndim qaldı yuxuda. Birdən ayıldım və kəndim qaldı yuxuda. Əslində belə deyək də, kəndim tez-tez xatırlayıram kəndimizi. İnanırsan Vasif, rayon alınandan sonra mən o kəndimizə getməmişəm. Hələ getməmişsiniz? Getməmişəm. Nəyə görə getməmişəm? Əvvəla kənddən heç nə qalmayıb və Həkəri çayı məcrasını dəyişib artıq bizim kənddən axır. Kəndin ortasından axır. Aha. Bəli. Orada qalan bir mənim Yusif babamın bir bulağı var. O bulaq qalıbdı. Onu da artıq söküblər deyirlər. Yəni heç nə qalmayıb, amma xatirələrim çoxdur. Çox həddindən artıq. Mənim elə bir ki, nənələrim kənddə idi. Biri Padar kəndində idi, biri Qaremanlı kəndində. Qareman kəndində yanan Sənəm nənəmin çox orada uşaq, çox idi deyən. Ən çox qaldığım yer Qaremanlı kəndi idi. Bütün adət-ənənələr, böyük-kiçiyə hörmət, hər şeyi, bütün həyatı oradan öyrənmişəm mən. Və ondan sonraki yaradıcılığım ki var, o kənd elə bir ki, necə deyim, hətta orada bir xalça şeirim var. Xalça şəkli. Xalça haqqında bir qadın oturub xalı toxuyur. Hə. Bax, onu nənəmin belə deyək də, təsvir eləmişəm. Nənəmin o qədər dərdli, o qədər belə kədərli bir qadın idi ki, indiki kimi yadımdadır və o nənəmi təsvir eləyə-eləyə o şeiri yazmışam. Kitabın adı da maraqlıdır, Rəngli Dərdlər. Bəli. Dərdlərin də rəngi varmış, müxtəlif formada. O şeirdə var ki, bir qadın oturub xalı toxuyur, toxuya-toxuya elə oxuyur, duyursan dərdlidir, gözündə qəm var, elə bil dərdini ipə toxuyur. O da gözəl şeydir. Elə bil dərdini ipə toxuyur. Dolaşır dünyanı fikir ilmədə, dolaşır ilmələr fikrə gedəndə. Nə gözəl toxuyur, lap göz oxşuyur. Nə gözəl rənglər var dərddə, kədərdə. Sən demə, dərdin də rəngi olurmuş. Sən demə, rənglər də dərdli olurmuş. Bax, o mənim nənəm yaşı xalça toxuyan idi. Buradan başqa bir şeirlər də deyə bilərsiniz, əgər istəsəniz. Oxuya da bilərsiniz. Əslində var orada şeir. Haqqın tərəzisi. Bax, Haqqın tərəzisi, bəli. Bu, yəqin televiziyada biz çox haqsızlıqlar görürük. Bəli, elə həmin o belə deyək də, ümumiyyətlə, televiziyada işlədiyim müddətdə
Vasif, çox haqsızlıqlar özləşdim. Çox haqsızlıqlarla. Mənim gözəl bir verilişim vardı. Eşitdiklərim, gördüklərim, bildiklərim. Bəli. Ən gözəl tarixi hadisələrə belə deyək də fikir verirdim, yazırdım, yaradırdım və bir gün ağlıma gəldi ki, o vaxt verilişlər də az idi qərib ölkədə yaşayan soydaşlarımızdan. Və bir gün mən müraciət elədim ki, mən o soydaşlarımızdan veriliş hazırlamaq istəyirəm. Heç bir, yəni təmənnasız, heç bir, yəni dövlət bunu maliyyələşdirmədi. Sadəcə bir təklif idi ki, oradakı insanlar da işıqlandırılmalıdır. Bəli, işıqlandırma. Çünki həmişə bizi bazar adamı kimi tanıyırdılar ki, bazarda bizim Azərbaycanlılar ancaq pomidor satır, xiyar satır. Amma düşündüm ki, öyrəndim ki, bizim orada, Sankt-Peterburqda 6 ən böyük zavodun rəhbərləri Azərbaycanlıdır. Böyük tarixi olan Farfor zavodunun direktoru Azərbaycanlıdır. Bunu biz niyə tanıtmayaq ki? Bunlar işıqlandırılmalıdır. Bəli, və mən getdim ora. Və o verilişdən sonra söz-söhbətlər gəzdi ki, əgər belə bir gözəl, belə deyək də, imkanlı adamlardan çəkiblərsə, görünür orada maraqları var. Maraqları var, amma heç bir marağım yox idi. Və sonrakı taleyimdə, belə deyək də, onlar mənə böyük dəstək oldu, nə mənada dəstək oldu. Onlar eşitdilər ki, onlara görə, yəni bu verilişə görə məni televiziyadan verilişimi bağlayıblar. Verilişdən, yəni belə deyək də, televiziyadan uzaqlaşdırıblar deyəndə ki, uzaqlaşmadım, amma verilişlərimi dayandırdılar. O demək ki, uzaqlaşdırdılar. O demək ki, oksigenimi kəsdilər də. Yəni uzaqlaşdılar və mən bir ərizə yazdım. Aslında mən bu ərizəni Ərizə nə durur? Ərizəni indiyə qədər də saxlamışam və surətini çıxartdım ki, heç kim deməsin ki, rəhləni kimsə işdən çıxardıb. Və orada bir cümlə var. Nizami Xudiyevə yazmışdım. Sizin yaradıcılıq atmosferi məni qane eləmədiyi üçün öz xahişimlə məni işdən azad edin. Onun surətini də saxladım. Sonra Nizami Xudiyev məni 2 ay axtardı. Dedi ki, o qızı tapın. Tapın gəlsin. Niyə belə bir ərizə yazıb? Sonra dəvət elədi. Dedim Nizami mənim. Yox, artıq mən televiziya ilə ayrıldım. Bu neçənci ildə olub? Bu olub 2000-ci ildə. Var burada. 2002-ci ildə. Və bu ərizə hələ də sizdə qalır. Bəli, saxlayıram. O günlərin xatirəsi. Yəni heç kim deməsin ki, kimsə rəhləni işdən çıxartmışıq. Mən özüm öz ərizəmlə yazdım, çıxdım və sonra mənə bir gün Sankt-Peterburqdan zəng gəldi. Zəng gəldi ki, burada böyük bir tədbir var, istəyirik onun ssenarisini sən yazasan və həm ssenari müəllifi ol, həm də təşkilati işləri sənə tapşırırıq. Və mən səhv eləmirəmsə, böyük Lidovi zalda böyük bir konsert təşkil elədim. Buradan qrup apardım. Lütfiyar İmanov, böyük sənətkar idi, Allah ona rəhmət eləsin. Mən onu Sankt-Peterburqda bir daha tanıdım. Sadə və sadə olduğu qədər də böyük sənətkar. Gülyanaq Məmmədova, Kamil Vəzirovun ansamblı, Rəhim Rəhimli, Tünzalə xanım, sonra Sahib İbrahimov, böyük bir qrupla biz böyük bir zalda konsert verdik. Orada da aparıcı Rus idi və müəyyən olundu ki, yox, burada əgər bu tədbirdə Azərbaycanlılar yığışıbsa, böyük əksəriyyət, gərək aparıcının bir Azərbaycanlı olsun. 1 saat qalıb tədbirin başlanmasına. Gəldi mənə dedi ki, efirə çıxmalısın, konsert aparmalısın. Necə konsert aparmalıyım? Mən aparıcı geyimim yox, filan. Yarım saat ərzində məni qrimlədilər. Hardan paltar tapdılar, bilmirəm. Geyindim, ssenarini özüm yazmışam, xəbərim var idi. Ona görə də səhnəyə çıxdım və 15 mindən çox tamaşaçı zalı olan bir tədbirdə tədbir apardım. Sonra qayıtdım Bakıya, artıq işsiz idim və Çaşoğlu şirkətindən mənə müraciət olundu. Çünki onlar da çəkmişdim vaxtilə. Kitab nəşrini çəkmişdim. Necə? Hə, deyirəm də heç nə həyatda təsadüfi deyil. Və çox da bəyənmişdilər verilişi. Mənə zəng elədilər ki, yeni avadanlıq almışıq, yeni nəşrlərimiz var və sən onu çək. Dedim, mən artıq televiziyadan uzaqlaşmışam. Necə uzaqlaşmışsan? Dedim, uzaqlaşmışam. Yəni işləmirəm. İşsizsən? Dedim, bəli, işsizəm. Dedi, dəvət edirik səni. Və məni böyük bir reklam agentliyi, marketinq şöbəsi yaratdılar və ora birbaşa müdir qoydular. Və mən başladım marketinq şöbəsinə işləməyə. Hətta bir jurnalım da çıxdı, jurnalım da çap olundu. Və ondan sonra
həyatımı, taleyimi Naşirliyə bağladınız. Naşirliyə bağladım. Elə burada kitablar var. Gəlin biraz bu nağıl kitablarına toxunaq. Siz daha çox nağıl kitabları işləyirsiniz və bu da nəvənizin təşəbbüsü ilə olub desən yoxsa? Yox, demək belə gəldim ki, mən təhsil redaksiyasında işlədiyim üçün, Vasif, mən təhsildə olan çatışmamazlıqları bilirdim. O vaxt rus dilində Moskvadan gəlirdi, Peterdən gəlirdi, amma Azərbaycan dilində əyani vəsaitlər yox dərəcəsində idi. Və mən bağçaları çəkmişdim, məktəbləri çəkmişdim, bilirdim ki, əyani vəsaitlər çatmır. Ona görə mən təklif elədim ki, şirkətin sahibini Hikmət Hüseynova təklif elədim ki, gəlin bağçalar üçün belə bir vəsaitlər hazırlayaq. Dedi, bacararsanmı? Dedim, bacararam. Və mən başladım. Təbii ki, mən bağçaları çəkmişdim, pedaqoqları tanıyırdım, müəllimləri tanıyırdım və böyük bir komanda ilə 2008-ci ildə 53 adda vəsait hazırladım. 53 adda vəsait hazırladım və bu vəsaitlərin hamısı dövlət tərəfindən alındı. Bu Təhsil Nazirliyinə ola bilir. Bəli, Təhsil Nazirliyinə dövlət tərəfindən alındı, çünki çatmırdı. Vəsait yox idi. Nə maraqlı addır, vaxtla tanışlıq. Bəli, o proqrama əsasən idi. Yəni ki, uşaqlar necə vaxtdan hesablama filan, savad təlimi filan və böyük bir 57 adda böyük bir layihəni həyata keçirdik və bunu dövlət tərəfindən aldı və o kitabların əksəriyyətinin müəllifi də özüməm. Sonra Yahya Kərimovun əlifbasından sonra 44 ildən sonra yeni əlifba. Yeni əlifba. Ana dili. Bəli. Bəli, burada da mən müəllifəm. Müəllif tək sizsiz yoxsa? Yox, orada var. Başqa müəlliflər də var. Nizami Cəfərovdur, Rafiq Yusufoğludur, var orada. Bəli. Və gözəl bir əlifba çıxdı və o vaxt yeni kitab çıxanda belə deyək də, şəhər və şəhər, kənd və kənd gəzirdik, pedaqoqlar yığışırdı, kitab haqqında rəylərin deyirdilər. İnanırsınız, bu kitab haqqında bir dənə mənfi rəy eşitmədik. Sonralar artıq problemlər yarandı, nə mənada artıq kitabların nəşri tender vasitəsilə oldu, hansı nəşriyyat udurdusa, qalib olurdusa, o nəşriyyat əlifba hazırlayırdı, amma bu əlifbanı hələ də deyirlər. Bəs bu kitablarda sonra bax burada da yenə fikirləşirdim ki, məsəl üçün Moskvada ensiklopediya var, uşaq ensiklopediyası var. Bizim niyə böyük ensiklopediyamız olmasın ki? Bax belə bir böyük bir ensiklopediya hazırladım. Burada da mən müəllifəm. Bəli. Ümumiyyətlə indi çoxdur, Vasif, indi çoxdur. Həddindən artıq indi kitablar çoxdur. O vaxtki tarix üçün, yəni o vaxtki 10 il bundan çox yeni idi. Bunlar hamısı, yəni belə deyək də, bizim tədris müəssisələrimiz üçün əvəz olunmaz bir layihələr. Bunlar indi satışda var? Var, indi satışda var, indi var satışda, amma o vaxt qabaq hamısı faydalıdır, hamısı. Bəli, faydalı idi. Bəli. O ki qaldı nağıl məsələsinə. Mən ki əlifbanı yazanda və bu uşaqlar üçün bu layihəni işləyəndə uşaq yazarlarımızın, özümüzün uşaq yazarlarımızın əsərləri ilə tanış oldum. Gördüm çox azdır. Çox azdır. Məsəl üçün fərq eləyəndə ki, tutaq ki Rusiyanla bizim, onlarda hekayələri, nağılları çoxdur, amma bizdə çox az idi. Buna görə başladım kiçik nə bilim hekayələr yazmağa, nağıllar yazmağa. O qədər alışmışdım ki bu işə. Hətta nəvələrim anadan olanda onların hər birinə bir nağıl kitabı yazıb. Bəli. Bax burada məsəl üçün ilk nəvəmin Ömərin nağıl kitabı. Burada müxtəlif nağılları var. Belə bir həsr elədim. O biri nəvələrim məsəl üçün mənim adımı daşıyan Rəhilə bir gün mənə dedi ki, nənə, mənim haqqımda nağıl yaza bilərsən? Dedim, yazaram. Və bu nağıl kitabını hədiyyə olaraq məndən nağıl kitabı istədi. Ona görə valideynlərə deyərdim ki, uşaqlarınızı kitaba olan maraqlarını artırsınlar. Özü bu birinci nağıl kitablarından başlamalıdır. Bəli, birinci nağıldan başlamalıdır, bəli. Bir gün nəvəm Sankt-Peterburqda bağçaya gedir. Təbii ki, orada oğlum orada işləyir, orada yaşayır. Bağçaya gedəndə bilirsiniz də orada bizim millətə, ümumiyyətlə qeyri-millətlərə bir balaca başqa cürə baxırlar da. Yəni və bir gün nəvəm kitabını aparır, uşaqlara göstərir ki, sizin də nənəniz nağıl yaza bilir. Baxın, mənim nənəm nağılçıdır. Və nağıl, baxın mənim haqqımda nağıl kitabı var.
Deyir, ondan sonra deyir, nənə, mənə deyir, münasibətləri tamam dəyişdi. Ona görə də valideynlərə deyərdim ki, uşaqlara maraqlarını artırsınlar kitabı. Yəni, onlardan oyuncaq falan olar, uşağın oyuncağı olar. Amma kitab olsun, daha çox kitaba maraqları olsun. Bilirsiniz, deməli, Rusiyada bu nağıl, belə deyək, uşaqların nağıla böyük bir marağı var. Bəli. Həm o adı uşaq filmləri də var. Bəli, çox tədinən adı. Sonra multfilmlər deyə də cizgi filmləri var orada. Bizdə bu uşaq sahəsi çox axsayır. Çox axsayır, həm düz deyirsiniz. Nağıllarla bağlı, həm uşaq kitabları ilə bağlı, həm uşaq filmləri problemlidir bizdə. Düzdür, indi bu yaxınlarda bir nağıl serialı oldu, bəlkə eşitmisiniz. Sherlock Holmes obrazları var orada, amma bizim Azərbaycanın uşaqla bərabər çox maraqlı bir qarşılandı. Uşaq filmi idi, serial idi daha doğrusu. Yəni mənə gəlir ki, uşaq kitabları və filmləri daha çox olmalıdır. Daha çox olmalıdır, bəli. Çünki əsası ondan başlayır. Bəli. Əsası ondan başlayır. Çünki o təbliğ olunmasa, kitab olmasa, ondan sonra necə biz keçid edəcəyik başqa şeylərə, filmlərə və s. Baxın, bu nağıllı maskalar mənim təzə layihəmdir. Məsəl üçün. Bunun da maraqlı bir tarixçəsi var. Bunun ideya müəllifi mənim nəvəmdir. Dedi ki, sən mənə elə bir nağıl yaz ki, həm nağıl səslənsin, həm də maska kimi mən onu taxıb oradakı obrazları oynayım. Təsəvvürə gətirirsiniz? Və mən fikirləşdim ki, mən neyim ki, belə bir şey yaradım və 30 belə deyək də heyvanlara həsr olunmuş nağıl, amma o nağılın özündə də tərbiyə və əhəmiyyətli, dostluğa sadiq, belə deyək də ətraf mühitə diqqət, təbiəti sevmək, heyvanları sevmək, valideynə hörmət, bunlar hamısı bu nağıllarda özü, yəni belə də öz əksini tapır. Balaca uşağın verdiyi ideya. Bəli, o onun ideyasıdır və ona görə də adını qoydum nağıllı maskalar. Nağıllı maskalar, yəni bunlar varmı satışda? Bəli, bunlar var. Sonra balaca ürəklər üçün. Fikirləşdim, bunun da adını çox qəribədir Vasif. Yəni mən düşünürəm, məsəl üçün, müxtəlif adlar qoyuram, filan. Birdən qəribə bir hadisədir, qəribə bir, belə deyək də, bir məqam olur ki, o ad elə bir ki, gəlir mənə. Və balaca ürəklər üçün. Və işdə də soruşdum uşaqlar, balaca ürəklər üçün necə olar siz? Ay, Rəhlə xanım, nə maraqlatdı. Yəni, balaca ürəklər üçün bu kitabı, belə deyək də, bu da Ariyasiya gələn son hekayələrim və nağıllarımdır. Balaca ürəklər üçün. Çox gözəl adlı nağıllar, hekayələr. Bəli. Ümumiyyətlə, Vasif, yenə də deyirəm də, məktəbə qədər təhsil üçün, yəni mən bunu təvəzzökarlıqdan uzaq olsa da deyəcəm, çox işlər gördüm. Məsəl üçün, bax, bu kitablar, baxın, məktəbə hazırlıq qrupu, baxın, 2018-ci ildə Bəli. Demək, o vaxt, bunların içərisində 5 kitabdır. Hə, 5 kitab. Bax, 5 kitab onların içindədir. Belə papka formasında eləmişik, çanta kimi eləmişik. Qəşəng. Bizdə bir layihəyə başlayanda mən araşdırıram da və o vaxt ezamiyyətlərə getdiyim üçün, bu kitab sərgilərinə getdiyim üçün və üstə gəldi, tədris redaksiyasında işlədiyim üçün və bağçada nə çatmır, onu bildiyim üçün düşündüm ki, niyə bizim bağçada axı 5 yaşlı qruplar üçün belə deyək də hazırlayırdılar onları məktəbə, 1-ci sinifə və hər bir bağça bir formada hazırlayırdı. Yəni ümumi bunların proqramı yox idi. Bəli. Və mən düşündüm ki, biz niyə belə bir proqramla elə bir hazırlayaq ki, layihə hazırlayaq ki, məsələn, bədii təfəkkür inkişafı, ətraf aləmlə tanışlıq, savad təlimi, təsviri fəaliyyət, məntiqi, riyazi təfəkkür, hamısı toplam şəkildə olsun və müəllimin əlinin altında elə bir əyani vəsait olsun ki, proqram şəkildə bu uşağı gələcəyə hazırlasın, sabah 1-ci sinifə gedəndə bunun üçün asan da olsun. Və biz bu layihəni hazırladıq. 7 ay işləmişəm bu layihənin üzərində. Və sonra Nazirlər Kabinetinin qərarı oldu. Bütün məktəblərdə də, bəli, bütün məktəblərdə də məktəb hazırlıq qrupları hazırlansın, açılsın. Bəli, indiki kimi yadımdadır. Oktyabrın 3-də artıq məktəblər açılmalı idi, qruplar açılmalı idi. Amma kitab yox idi. Və biz də bu layihəni hazırlamışıq axı. Və biz bu layihəni təqdim elədik Təhsil Nazirliyinə. Orada dedilər ki, siz bundan xəbərdar idiniz. Dedim, yox, sadəcə olaraq mən fikirləşirdim ki, bağçalarda bir planlı şəkildə
bir konsepsiya şəklində bunların əlinin altında vəsait olsun. Bir halda ki, belə deyək də qərar verildi. Bu məktəbə hazırlıq qrupları üçün də eynidir də 5 yaşlılar üçün. Və bu dövlət tərəfindən həmin layihə alındı. Mənim ən böyük uğurumdur. Çox böyük uğurdur həqiqətən. Çünki bir layihəni təbii ki, tək mən müəllif deyil, bəli. Tək mən müəllif deyiləm, burada bir sıra müəlliflər var. Əlbəttə ki, amma onu bir layihə olaraq həyata keçirmək də asan bir iş deyil. Və həqiqətən də mənə gəlir ki, bu verilişdə həm də o təbliğ olunur ki, uşaqların dünya görüşünü artırmaq üçün bu nağıl kitabları, bu vəsaitlər çox böyük kömək edir. Çox böyük kömək edir. Bəli. Rəhlə xanım, mən istəyirəm burada bir belə deyək, muğamla bağlı da bir disk kitab formatında bir məsələdir, bu nəsə? Hə, bu Azərbaycan muğamı audiovizual belə deyək də sistemdir, layihədir. Əslində televiziyadan gedəndə mən çox darıxırdım televiziya üçün. Təbii ki, hər gün müxtəlif tədbirlərdə olurduq. İndi özünüz də siz bu camiədəsiz də. 25 ilə yaxın işləmək. Hə, və düşünürdüm ki, mən neyinim ki, həm belə deyək də gözümü qurdun öldürüm. Və belə bir layihə bizə tapşırıldı Heydər Əliyev Fondu tərəfindən. Bu layihənin rəhbəri bizim əziz Mehriban xanım Əliyevadır. Layihənin rəhbəri idi və bu layihəni həyata keçirdik. Burada bizim məşhur muğam ustadlarımız Axan Abdullayev, Məsum İbrahimov, Səkinə xanım. Burada nədir məqsəd? Məqsəd Azərbaycan muğamının klassik oxunuşu necə olmalıdırsa, yəni bu disklərdə hazır şəkildə, məsələn, muğamı öyrənən adam, muğam öyrənmək istəyən adam. Dərslik kimi. Bəli, dərslik kimi. Və bu layihəni biz 2 ilə Ariyasiya gətirdik. Bunun böyük bir təqdimatı oldu Heydər Əliyev Fondunda və Mehriban xanım çıxış elədi və belə bir söz ifadə dedi ki, bu layihə unikal layihədir. Qəzetlər də yazıb bu barədə. Çox uğurlu işdir. Çox uğurlu işdir. Sonra Yasəf müəllim eşitmişdi ki, bizim belə bir diskimiz var. Yasəf müəllim, Allah ona da rəhmət eləsin. Ruh şad olsun. Ud ustası deyək. Ud ustası, bəli. Dedi, Rəhlə, mənim heç diskim yoxdur indiyə qədər. Dedim ki, məndən bir nəsə eləyərsiniz. Dedim, niyə eləmirik ki? Biz onun konsertini təşkil elədik, çəkilişlərini elədik. Siz inanırsınız, ölənə qədər o hər bayramda zəng eləyirdi, məni təbrik eləyirdi və hər dəfə də deyirdi ki, siz mənə elə bir aidə qoymusunuz ki, mən onu tarix boyu unuda bilmərəm. Bax, Çaşoğlu şirkətinin böyük bir sənətkara verdiyi dəyər. Bu neçənci il olub? Səhv eləmirəmsə 2011-ci il, 12-ci il idi. Mən odu çox sevirəm. Demişdi ki, sənə ud çalmağı öyrədəcəm. Get özünə bir ud al. Sonra ud aldım. Sonra vaxt olmadı. Sonra da talih qismət eləmədi. Axır deyirəm də son nəfəsinə qədər hər dəfə mənə zəng eləyirdi. Deyirdi, gəlmədin ha, dərslərə gəlmədin. Dedim, gələcəm, mən gələcəm. Udla məşğul olan çox nadir adamlar var, həqiqətən. Həm də dəyər verən idi. Bəli. Həm sənətə dəyər verən idi, həm insanlığa dəyər verən idi. Həm də bax, indi bunun haqqında, belə deyək də, o qədər adam haqqında kitab, layihə eləmişik ki, amma bu o qədər bunu dəyərləndirirdi. Sənətkar idi da, sənətkar idi. Sizin digər 2 layihəniz böyük tənəffüs və... O televiziyada olan televiziya layihələrim idi. Və vacib məsələ. Vacib məsələ. Bunlar bir də tok-şou olmalı idi. Tok-şou ilk dəfə Azərbaycanda təhsillə bağlı tok-şounu mən eləmişəm. Bəli. Bu bir ilk idi. Vacib məsələ, bəli, bir ilk idi. Şəkillər də var. O şəkillər var burada. O verilişin zamanı. O verilişin şəkilləri var. Bu neçənci illərdə olub Rəhlə xanım? 1998-99 o illər. O illərdə. Bu vacib məsələ verilişi idi, amma mən... Misir Mərdanovla. Misir Mərdanovla, bəli. Bax, bu mənim televiziyada işlədiyim kollektiv, baxın. Bunu istəyərdim göstərəsiz. Hamısı rəhmətə gedir burada. Çoxsu rəhmətə gedir. Televiziyada işlədiyim kollektiv, çox böyük kollektiv idi, çox mehriban idik. Bir-birimizə can deyib can eşidirdik. Bilmirəm, indi niyə belə şeylər olmur? İndi biraz soyuqlaşıb insanlar. Çox. Və burada da deməli... Bu vacib məsələ verilişindəndir. Azərbaycanda ilk tok-şou, təhsillə bağlı tok-şou verilişini mən aparmışam. Biz rayonlara gedirdik və ən çox təhsillə bağlı olan verilişləri mən Çadır şəhərciyində aparmışam.
onların problemləri ilə, onların dərslikləri ilə, onların təhsilləri ilə maraqlanırdım, çox maraqlanırdım. Hətta mənə Çadır şəhərciyinin fəxri qonağı diplomatı vermişdilər. Nə gözəl. Hə, çox tez-tez gedirdim. O kadrlar da var. Sonra elə olmadı ki, orada olan insanlardan hansısa sizə illər sonra əlaqə saxlasın, o uşaqlardan ola bilər. İndisində də yox. Məsəl üçün indi bilmirəm bağça müəlliməsi var idi, adı Afət xanım. Həmişə mənə zəng edir, Rəyli xanım, siz o vaxt bizə elə böyük yardımlar eləyirdiniz ki. Mən iş adamları ilə danışırdım. Onların kitabları, dərslikləri, paltarları, yeni ildə geyimləri, bütün yardımları mən cəlb eləmişdim Çadır şəhərciyinə. Ümumiyyətlə, problemlərdən yazmaq, onları çözmək, yardım eləmək, çox sevirdim bunu. İndi düşünürəm ki, indi elə verilişlərdən qaçırlar elə bir balaca qaçırlar, bilmirəm, efirə getmir ona görə. Hər fikri də vermək olmur. Vermək olmur. Çadır şəhərciyindən mən çox yaxşı böyük verilişlər eləmişəm. Bir 6-7 il mən o Çadır şəhərciyinə getdim, gəldim. Hətta mənə deyirdilər ki, yəni əlində imkan var da, yəni get artistlərdən yaz, aktyorlardan yaz, ürəyin açılsın. Gedirsən Çadır şəhərciyinə, qanın qaralır, yəni doğrudan da gedirdim, onların aqibətini görürdüm, yəni yaşayışları görürdüm. İsti evlərindən, yuvalarından, belə deyək də, qaçqın düşmüş adamlar idi. Bunların da dərdi işıqlandırılmalıdır. Əlbəttə, amma sağ olsun cənab prezidentimiz İlham Əliyev bizə elə bir qələbəni yaşatdı ki, elə bir sevinci yaşatdı ki, bu bizə nə bilim sonrakı taleyimizdə bir ömür boyu bəsdir. İndi alnı açıq, üzü ağ gəzə bilirik. Sizin bu yaxınlarda Zəfər dastanı 44 günlük Vətən müharibəsində haqqında olan kitabınız işığınızı görüb və aslında bu yaxınlarda deyil, o belə deyək də 1-2 il bundan qabaqki kitabdır. Son kitablarınızdan da. Bəli, son kitablardan biridir. O kitabın yazılmasını özümə borc bildim. Bir halda ki mən jurnalistəm, araşdırmaçı jurnalistəm və üstə gəldi mənim qardaşım 1-ci Qarabağ müharibəsində şəhid olduğu üçün düşünürdüm ki, bu mənim borcumdur. Borcumdur ki, mən bunu yazım. Və mən bu qəhrəmanlarla görüşdüm. Onların müharibə haqqında xatirələrini yazdım. İnanırsan, çox çətindir. 2 ilə yazdım mən bu kitabı. Bu 2 il ərzində mən heç bir tədbirə getmədim, heç bir toya getmədim. Çünki hətta gördüyüm işlərin fonunda o qədər özümü cılız hiss elədim ki, biz neyləmişik ki? Yəni, bunların gördüyü işlərin fonunda mənim görəcəklərim işlər o qədər gözümdə cılızlaşdı ki, hər şey ki, böyük qəhrəmanlıq ediblər. Burada elə kadrlar var ki... Mən bildiyimə görə, üzr istəyirəm, siz bu kitaba o qədər alüdə olmuşsunuz ki, evin özə bir güşəsində... Bəli, mən bunu oturub, məsəl üçün, kompüterdə yazmamışam. Yəni, rahat şəraitdə yazmamışam. Rahat şəraitdə yazmamışam. Divanımın bir küncü var idi. Bilmirəm, o nə bir aura idi, nə idi. Ancaq orada oturub yaza bilərdim mən o kitabları. Yazırdım və mənim çox belə sonraki taleyimdə biraz problemlərim oldu. Çünki oturub dizin üstündə yazmaq filan bir şey. Səhhətlə bağlı? Səhhətimlə bağlı. Amma mən indi qürurla deyə bilərəm ki, mən doğrudan da o qəhrəmanlarımız üçün, o qələbəmiz üçün mən bu dastanı yaratdım. Zəfər dastanı. Bəli, Zəfər dastanı yaratdım və burada bizim həm Azərbaycan dilində, həm Rus dilində, indi Çin dilində tərcümə olunur. Burada elə tarixi hadisələr var ki, səhv eləmirəmsə Məmmədzadə Orxan var idi. Deyir, Füzuli ətrafında döyüşürdük, gəldik kəndə girdik, artıq çox uzaqlaşmışdıq, bizə yardım da gəlmirdi və acıydıq. Və səhərsi gün biz döyüşə hazırlaşırdıq, amma acıydıq. Gördük ki, qabaqda bir, belə deyək də, bir Hin kimi bir yer var. Düşündük ki, orada yəqin toyuqçucu olar, nəsə ola bilər, gedək ora. Yaxınlaşanda gördük, orada uşaq ağlayır. Fikirləşdik, bəlkə bu bir qurğudur, bir tuzaqdır, bir tələdir. Ola bilməz ki, yəni burada uşaq nə gəzir, meşənin ortası filan. Yavaş-yavaş yaxınlaşanda gördük, bəli, doğrudan da uşaq dayanmadan ağlayır. Komandir dedi ki, açma da qapını, açsan, bəlkə ora minə qoyublar, nəsə qoyublar. Bir tənə qapının cəftəsinə deyil, ip bağladıq, çəkdik, gördük normal. Uşağın səsi lap gür gəldi. Gördük ki, çarpayda bir uşaq səsi. 7-8 aylıq olardı.
Erməni uşağı. Təbii ki, erməni uşağıdır. Füzulidə. Və deyir, ortasına ip bağladım ehtiyatla və qapıdan uzaqlaşdım və yavaş-yavaş çəkdim ki, birdən uşağın arxasına mina qoyarlar. Və çəkdim, gördüm, yox, mina yoxdur. Yaxınlaşdım, uşağı aldım qucağıma. Təbii ki, göm-göy göyərmişdi uşaqda. Neçə gündür burada qalıb bilmirəm. Deyir, əlimi deyir, saldım uşağın ağzına. Uşaq başladı, onu deyir, hə, elə bildi ki, hə, yeməkdir, başladı sormağa. Dedim, komandir, mən bunu geriyə girdim. Deyir, 8 kilometr. Dedi, sən nə danışırsan? Olmaz. Bu, yəni, həyat riskdir. Dedim, yox, komandir, uşaqdır. Yəni, dedi, o erməni uşağı. Dedi, yox, komandir, bu uşaqdır. Və 8 kilometr deyir. Nə qədər deyir, məni snayper atəşinə tutdular. Bu bir film deyir. Həqiqətən. Nə qədər deyir snayper, nə qədər deyir burada mina partladı, hamısı məndən yan. Mən uşağı sağ-salamat gətirib bölgəyə çatdıranda deyirlər, sənin başın xarabdır. Sən həyatını riskə qoymusan bu uşaqdan ötürü. Dedim, uşaqdır da, körpədir. Hətta mənə dedilər ki, bunu kitabdan çıxart. Dedim, yox, bu bizim böyüklüyümüz, bu bizim dahiliyimiz, bu bizim humanistliyimizdir. Qoy görsünlər ki, ermənilər, biz uşaq öldürmürük, biz öldürmürük. Biz torpağımız uğrunda canımızı şəhid eləmişik. Bəli, bəli. Biz öldürmək üçün hücum eləməmişik. Biz torpağımızı qorumaq üçün canımızı fəda eləmişik vətən yolunda. Biz uşaq öldürmürük, biz qadın öldürmürük. Biz separatist, döyüşçü öldürürük. Hansı ki, bizim torpağımıza sahibləniblər. Bəli. Sonra bir dənə də o səhnə var. Onu mən deməsəm, orada bir səhnə var. Demək, orada Şıxıyev Ruslanın əgər xatirəsidir, yadımdadırsa, deyir, bilsən bizim döyüşçülərlə, o deyirdi ki, bizim döyüşçülərlə erməni döyüşçülərin fərqi bilsən nədədir? Deyirdim, nədədir? Deyir ki, biz döyüşçülərimizi, döyüş dostlarımızı, yəni yaralı döyüşçü dostlarımızı məkanda qoymurduq. Biz onu təxliyə edirdik. Nəyin bahasına olursa olsun, onların cəsədləri qalırdı. Bilirsiniz nə qədər erməni cəsədi qalır. Amma biz bir dənə cəsəd qoymurduq. Və bir dənə bir məqama toxundu. Dedi, bizim şəhidlərimizin cəsədlərindən də, nəşlərindən iyi gəlmirdi, qoxu gəlmirdi. Gül qoxulurdu. Hətta deyir, bir nəfər deyir, mənim qucağımda rəhmətə getdi və deyir, gülə-gülə vəsiyyətini elədi və gülürdü. Dedim, nəyə gülürsən? Deyir ki, mən gördüyümü sən görmürsən. Gözün deyir, dirədi deyir göyə, deyirsən, mən gördüyümü sən görmürsən. Vay, vay. Bu cənnətdədir qovuşmaq deməkdir. Dəhşət bir səhnə. Yəni, iki fakt danışdınız. Bunlar özü bir filmdir. Bir filmdir. Sonra bir fakt da var, unutmuş olaram, adını səhv deyərəm. Deyir, Şuşa ətrafında döyüşlər gedir və deyir, Şuşa qayasını dırmaşmalıyıq. Dırmaşmalıyıq və dırmaşırıq və dırmaşanda da mənim arxamca yuxarı bir əsgər də qalxır da. Yəni, mənim səngiməyim, mənim yıxılmağım o bir əsgərin yıxılmağı deməkdir. Deyir, təsəvvürə gətir ki, əl atdım, deyir, daşa, daş qopdu əlimdə. Dedim, Allahım, məni xilas elə də, mənim buradan yıxılmağım, məndən sonra çıxan əsgərin, döyüşçünün yıxılmağıdır. Siz inanmarsınız, deyir, mən mamırdan yapışdım. Mamır nə deməkdir? Yəni, mamır saxlaya bilməz də. Bu bir ilahi qüvvə idi. Mən mamırdan yapışdım, mən qalxdım onu. Mən qalxdım. Yəni, bu nə deməkdir? İndi deyir, baxıram, deyir, getmişəm də, yəni, o qayaya baxıram. Deyirəm, mən bu qayanı necə çıxmışam? Mən çıxa bilmərəm bu qayaya. Necə çıxmışam? Və yaxud da ki, bayaq dediyim, o döyüş səhnəsində, döyüş yerində onlar bizim əskərlərimizi qoymurdular, döyüşçülərimizi qoymurdular, təxliyə edirlər, nəyin bahasına olursa olsun. Orada deyir, bir döyüşçü var idi, iki ayağın ikisini də itirmişdi, bilmirdi ayağını itirib. Sadəcə olaraq qan aparırdı. Deyir, aldım çiynimə, ayağın ikisi də yoxdur. Deyir, qardaşım deyir, bağışda ağır deyiləm ki. Təsəvvürə gətirirsiniz. Yəni, biz döyüş məqamında da insanlığımızı itirmədik. Bunlar yazılıb bu kitabda? Əlbəttə, hamısı yazılıb. Hamısı yazılıb. Bu kitab artıq bir çox insanlarda yəqin ki var. Bəli, bu kitab bu kitab satış, yəni satış məqsədi ilə bu kitab yox, bütün dövlət kitabxanalarına sağ olsun Mədəniyyət Nazirliyi bu kitabı həm Azərbaycan, həm Rus versiyasını bütün dövlət kitabxanaları üçün aldı. Rus versiyası da var burada. Bəli, Rus versiyası da var. Bəli.
Çox gözəl təşəbbüsdür Rəhlə xanım. Həqiqətən də Mən bunu eləməli idim. gözəl bir işlər Mən bunu görürsünüz. eləməli idim. Çünki Sizin axı qardaşınız da şəhid olub. Mənim qardaşım şəhid olub, bəli. Bizim atamız da bizi belə tərbiyə edib. Məsəl üçün qardaşım bir evin bir oğlu idi da, getməyə də bilərdi, o vaxt aparmırdılar. Amma dedim, mən kəndimizi qorumalıyam. Laçında su arası kəndində oranın yolunda döyüşdü və 12 əskəri xilas eləmək üçün dedi, siz çıxın. Siz çıxın. O bilirdi harda nəyi bastırıblar. O vaxt ağır qurğuları, indi belə deyək də, bu hərbi sursatların adını deməyə bilərəm. O çiynə qoyub atırlara. Onları bilirlər harda nəyi bastırıblar. Onu əl atanda görmüşdü ki, boşdur, vura bilmədi. Axırıncı söz oldu ki, məni bağışlayın, vura bilmədim. Və o 20 gün meşədə qalmışdı. Atam onu tapanda gülmüşdü. Demişdilər ki, yəqin Sultan başına hava gəlib. Dedi, yox, başı üstündə olduğuna görə sevmişəm. Və onun başı üstündə olduğu üçün, yəni o vaxt döyüşçülərimizin başını kəsib aparırdılar. Ki, yəni fəxrlə desinlər ki, bax bu qədər əskərin başını gətirmişik. Və dedi ki, mən qurban dedim. Qurban dedi və qurbanını kəsdi. İndi qardaşım şəhidlər xiyabanında uyuyur. Allah bütün şəhidlərə rəhmət eləsin. Amin. Yenə də deyirəm də, onların vətən üçün elədiklərinin fonunda baxmayaraq hansı sahədə olursa olsun, kim olursa olsun, yəni çox aşağı bir, çox cılız bir işdir. Yəni deyirəm, bu böyük bir fədailik idi. Əlbəttə. Və mən Vasif, uşaqlarımı da belə tərbiyə eləmişəm. Mən uşaqlarım da çox belə vətənpərvərdir. Övladlarınız bu sahələrlə məşğuldurlar, televiziya və... Qızımın çox gözəl qələmi var. Televiziya sahəsinə getmək istədi, qoymadım. Oğlum da xalqla ilişkili fakültəsini qurtardı Türkiyədə və onun da belə deyək də vətən üçün, xalq üçün nə bacarırdısa Kipirdə orada eləyirdi. Məsəl üçün xalqla ilişkili fakültəsinə daxil olanda o öyrəndi ki, tutaq ki, bu fakültənin yaradıcısı Betül Martindir. Betül Martin Türkiyədə çox tanınmış bir şəxsiyyət olub. O onun görüşünə getdi. Dedi, ana, mən onun görüşünə getmək istəyirəm. Dedim, nədir məqsəd? Dedi ki, istəyirəm onun əllərindən öpürəm ki, belə bir fakültə yaratdı. Mən belə bir fakültəni bitirdim. Nə apara bilərəm? Dedim, bir kəlağayı, bir də həmin muğam multimedia sistemini. Betül Martin o vaxt dedi ki, bu odaya, o belə deyək də, Həzrəti Hüseynin nəslindəndir. Həzrəti Hüseynin nəslindən olduğu üçün çox belə özü də çox belə bacarıqlı, bilikli, savadlı, dünya görmüş bir xanım idi. Daha xalqla ilişki, yəni xalqla əlaqələr şöbəsində belə deyək də, bunun da birbaşa jurnalistika ilə fəaliyyəti. İndi axı yaranır axı nazirliklərdə xalqla əlaqələr şöbəsi. O dedi ki, çox gözəl oğlum, mən sənin, yəni mənlə görüşməyinə heyran oldu ki, nə yaxşı. Dedi, nə dilərsən məndən dilə. O dedi, heç nə. Mən gəldim ki, sizin əllərinizdən öpüm ki, belə bir fakültə yaratmışsınız. Mən bu fakültəni bitirmişəm. Gör, necə sevgisi var öz fakültəsinin. Və onun şəkillərini çəkdi. Və o dedi ki, bu odaya 5-ci, axırıncı adam Ərdoğan olubdu. Mənim qonağım. 5-ci adam sənsən. Və onun qəhvə içdiyi fincanda Fuada çay verdi. Rəhlə xanım, çox maraqlı söhbətlərə toxunduq və işlərinizin mənə gəlir ki, böyük əksəriyyətini təqdim edə bildiniz. Amma mən sona doğru getirdik ki, ona görə mən fikirləşəm bir televiziya ilə bağlı bir neçə qısa suallarım var, onları deyim. Televiziya üçün darıxırsınız ümumiyyətlə indi? Vasif, elə bir insanlarla işləmişəm ki, elə sənətkarlarla, əfsanələrlə ünsiyyətdə olmuşam ki, düşünürəm ki, o deyir, artıq televiziyadan nə lazımdırsa almışam. Bildiniz də, hansı hissləri yaşamaq lazımdırsa yaşamışam. İndi o ortamda çox yox. Gözəl cavabdır. Bəs televiziyada yadınızda qalan bu illər ərzində ən kədərli və ən xoşbəxt an var? Televiziyada ən kədərli anım, hətta mən
onu hönkürərək ağlamışdım. Hamı soruşmuşdu ki, o onun qohumudur. Alı Mustafayevin təyyarə qəzasında rəhmətə gedəndə. Mən bu xəbəri eşitdim və gəldim onun otağına. Stolunu indi oturmuşam, stolunda bir hönkürlə qışqıraraq ağlayıram. Hamı soruşur ki, bu Alı Mustafayevin nə idi? Sadəcə olaraq Alı Mustafayevin yoldaşı ilə, özü ilə iş yoldaşımız oldu. O vaxt münasibət tamam başqa idi. Yox, adam onu fikirləşə bilməz. Bu mənim həm də həm yerlimdir, mənim vətəndaşımdır. Vətəndaşımdır. İnanırsınız, həm də bilirsiniz nətərdir. O vaxt münasibət tamam başqa idi. Tamam başqa. Hamı bir-birinin belə deyək də, xoş gündə sevinirdi. Bir yaxşı verilişi olurdu. Sevinirdi. Bir yaxşı nəsə yazı yazırdı. Zəng edib təbrik edirdi. Hamı bir-birinin uğuruna sevinirdi. Uğuruna sevinirdi. İndi elə bir belə deyil. Bu ən kədərli məqamdır. Bəs ən xoşbəxt? Orada yaşadığım hər an xoşbəxt an idi. Televiziyada. Hər an. Hər an. Məsəl üçün bütün tamaşaların çəkilişi Topal Teymurdan tutmuş, evləri köndələn yağ. Gözünüzün önündə olub? Hamısı, studiyalarına canlı şahidi olmuşam. Bəs ən sevdiyiniz film var? Bütün keçmiş filmlərin hamısı sevimlidir. Bəs tamaşalardan? Tamaşalarda Topal Teymur, evləri köndələn yağ. Sonra oradan buradan da bütün rejissorlar iştirak edirdi. Bəli, bəli. Çox maraqlı idi onların qrimlənməsi falan. Hamısı gözümün önündədir. Ən sevdiyiniz aktyor varmı? Fuad Poladov, Məlik Dadaşov. Çox sevirəm. Onlarla ünsiyyətiniz olub da? Çox. Fuad Poladovu bir şəxsiyyət kimi sevirdim. Çox dahi bir şəxsiyyət idi. Məlik Dadaşov da bir aktyor idi. Tam yox, olsa tam xoşbəxtçilik yoxdur. Qismən xoşbəxt olmaq üçün nə etmək lazımdır? Yaşamaq lazımdır. Dostların uğruna sevinmək lazımdır. İnsanların uğruna insanları sevmək lazımdır. Məncə insanları sevəndə o içində kin-küdurət olmur da. Kim ki içində kin-küdurət saxlayır, o özünü məhv edir, xoşbəxt ola bilmir. Amma insanları bağışlamaq lazımdır. Məsəl üçün mən bütün mənə pislik eləyən insanların hamısını bağışlamışam və o qədər rahatam ki, o qədər rahatam ki və düşünürəm ki, insanları sevmək lazımdır. Bəs dostluq nədir sizin üçün? Mən dostluğa çox dəyər verən insanam. Və əlimdə olan o qədər şanslar olub, onun 99,9%-ni dostlarım üçün eləmişəm. Dostlarınıza yaramısınız? Yaramışam. Onlardan da yarımısınız? Yox. Və heç təəssüflənmirəm də və halal xoşlar olsun. Televiziyaya gələn yeni nəsilə nə demək olar? Televiziyaya gələn yeni nəslə demək istəyirəm ki, əvvəla böyük-kiçiyə hörmət eləsinlər və sadə olsunlar. Mən sənətkarlar tanıyırdım, aparıcılar tanıyırdım. Siz inanmarsınız, o qədər sadə idilər. Sadəliklərini qorusunlar və çoxlu mütaliə eləsinlər, kitab oxusunlar. Bir də o deyir, loru dildə desək, haya, küyə uymasınlar. Faktları araşdırmamış, bir də görürsən, elə faktlar ortaya çıxır ki, yəni son dönəmlərdə görürsünüz ki, bir söz deyirlər, bir müsahibə verirlər. O müsahibədə elə bir başlıq seçir ki, adam peşman olur onlara müsahibə verməkdən. Eləməsinlər belə. Televiziyanı bu səviyyəyə gətirmək olmaz, həqiqətən də. Televiziya insanlara xidmət eləməlidir, onların zövqünə xidmət eləməlidir. Amma bəzən elə görsən ki, məsəl üçün, duyan yığıblar ki, Rasim Balayevin evi Mərdəkanda hardadır, o Toçkanın o yeri deyin, biz ora gedək. Axı deyirəm, indi o adamlar Türkiyədən cənazə gətirməklə məşğuldurlar. Yəni, o ovqatda deyirlər axı. Yəni, olmaz da, yəni, qoy o adam dərdini çəksin də. Zaten gedəcəksiniz, tutaq ki, azdıranmadan götürüləcək. Şou yaradılar məncə. Yəni, orada götür, oradan çək də. Niyə gedib? Bax, evinə getdin. Evinin barının önündə dayanıb, axı sən orada heç kim sənə cavab da vermir. Kimə sübut edə bilərsən ki, bu Rasim mənim evidir, məsəl üçün. Bu dərəcədə enməməlidir. Bir də görsən, məsəl üçün, gözəl aktris olub da vaxtilə, məsəl üçün, ya xəstə halında gedib çəkirlər, olmaz belə. Qoy onların xatirəsində gözəl qalsın da, nurani qalsın da, olmaz axı belə. Həyat nədir sizin üçün? Həyat yaşamaq deməkdir. Həyat yaşamaqdır da. Bəs ölüm? Ölüm də yaşamaqdır. Ölüm də yaşamaqdır. Yaxşı əməllərlə ölüm də yaşamaq deməkdir. Təşəkkürlər Rəhlə xanım, çox səmimi bir cavablar verdiniz və sonunda bizim bir
ənənəmiz var. Bir-birimizə hədiyyə veririk. Siz mənə düzü bir-iki kitab təqdim eləmisiniz. Siz mənə Zəfər dastanını vermisiniz, amma bu günlərin də bildiyimə görə bir kitab verməlisiniz və bir də bir hədiyyəniz olmalıdır. Demək, mən sənə Rəngli Dərdlərin, yəni kitabımı verəcəm. Təşəkkür Bir də edirəm. bunun diskidir, həmin şeirlər aktyorlar tərəfindən oxunubdur və naşir olduğum üçün mənim sənə nə hədiyyəm ola bilər? Aha. Mən düşünürəm ki, sən gözəl kitablar yaz bizim ədiblərdən, bizim sənətkarlardan. Onun birini mən öz boynuma götürürəm. Həm dizaynını, həm də çapını. Mən düşünürəm ki, bu sənin üçün, sənin verilişin üçün gözəl bir hədiyyə. Ən gözəl hədiyyələrdən biri oldu. Mən düşünürəm. Təşəkkürümü bildirirəm sizə və mən də öz hədiyyəmi təqdim edeyim. Mən də sizə təbii ki, kitab payımı verəcəm. Biz ötən il bizim görkəmli aktyorumuz, xalq artisti Ənvər Həsənovu itirmişdik və onun şərəfinə öz xatirələrimi yazmışdım. Ənvər Həsənova vida. Və bu kitab da elə doğrudan da qısa bir zamanda təşəbbüslə çıxdı. Burada çox səmimi, duyğusal xatirələr var onun ömrünün son zamanlarına bağlı və mənim baxış bucağımdan. Və bu kitabı neçə insan oxuyub, ağlayıb. Mən düşünürəm ki, ağlayıblar gözəl bir yazı. Hətta bu yaxında mənim dəyərli dostum, bizim həmkarımız Rahib Azəri mənə zəng vurdu bu kitabla bağlı. O qədər duyğusal fikirlər söylədi. Mütləq oxuyacağam. Səmiyyətli fikirlər söylədi. Mən Rahib bəyə də təşəkkür bildirirəm. Ona görə də mən sizə bu kitabı hədiyyə edirəm. Çox sağ olun. Uşaqlığımızın, gəncliyimizin aktyorlardır bunlar, sənətkarlardır. Allah rəhmət eləsin, Allah o dünyasını versin. Çox sağ olun Rəhlə xanım, xoş gəlmişdiniz mənim verilişimə və sizə işlərinizdə uğurlar diləyirəm. Kitab çıxarmaq gözəl bir işdir və bu işi həmişə davam etdirin və bu bizim cəmiyyət üçün də faydalıdır. Çox sağ olun. Mən də sizə təşəkkür edirəm ki, məni belə deyək də dəyər verdiniz, verilişinizə dəvət elədiniz. Mən də sizin verilişinizə uğurlar arzulayıram. Mən düşünürəm ki, ümumiyyətlə sizin verilişin səviyyəsi yüksəkdir. Çox bəyənirəm. Sizin aparıcılığınızı bəyənirəm, intellektualınızı bəyənirəm və ən başlıcası sənətkarlarımıza dəyər verirsiniz. Bax o dəyəri dəyərləndirirəm. Çox sağ olun. Təşəkkür edirəm. Sağ olun. Təşəkkür edirəm.